Saysız hesabsız ərzaqlarla hazırlanmış spagetti mətbəxlərimizdə özünə məxsus müxtəlif dadlar yaradır. Bugün sizə ətri ilə iştahanı oyadan spagettiyə reyhanla rəng qatdığımız bir resept təqdim edirik. Reseptimizə 2 ədəd kabaçkinin saplaq və uc hissələrini ayırmaqla başlayırıq. Kabaçkinin yaşıl hissələrini ayırırıq. Ağ hissələrini fərqli bir reseptdə istifadə etmək üçün kənara qoyuruq. Kabaçkiləri halqa olaraq dilimləyirik. 100 qram İzmir tulum pendirini təxmini olaraq dilimləyirik və blender qabına qoyuruq. 100 qram qovrulmuş fındıq, 1 xörək qaşığı zeytun yağı, 1 dəstə reyhan, 1 stəkan su, yarım çay qaşığı duz, yarım çay qaşığı qara istiyot əlavə edib blenderlə qarışdırırıq. Sos çox qatıdırsa, duruldmaq üçün biraz daha su əlavə edə bilərsiniz. Sosumuz hazırdır. Tavamızın altını yandırırıq və 1 xörək qaşığı zeytun yağı əlavə edirik. Yarım paket spagettini qaynar suya əlavə edirik və bişməsini gözləyirik. Yağımız qızdı. 100 qram yaşıl noxud və kabaçkiləri tavaya əlavə edirik. 1 çimdik qara istiyot və 1 çimdik duz ilə dadlandırırıq. Tərəvəzləri daim qarışdıraraq bişiririk. Makaronumuz təxminən 8 dəqiqə qaynadı. Süzüb tavaya əlavə edirik. Üzərinə reyhan sousunu tökürük. Yaxşıca qarışdırırıq. Yaşıl spagettimizi reyhan və limon qabığı ilə servis edirik. İndidən nuş olsun. Sınamağımızı istədiyiniz hər hansı bir reseptiniz varsa, şərhlərdə bizimlə paylaşa bilərsiniz. Yeni və ləzzətli reseptlərimizi qaçırmamaq üçün kanalımıza abunə olmağı və bizi izləməyi unutmayın.